Yalan danışma, yəni sənə yaraşmır, ayıbdır yalan danışmaq. Qeybət eləmə, yəni adam da qeybət eləyər, sənə yaraşmır. Şərab içmə, yəni ayıbdır, sən boyda insan bir mayəni qəbul eləyəsən, halın dəyişsin. Qeyri-təbii hala düşəsən, ayıbdır, sənə yaraşmır. Yəni ruhuna dəyər ver. Bütün göstərişlərin arxasında bu yazılıb ki, ruhuna, özünə dəyər ver. Sən çox qiymətlisən, sən çox dəyərlisən. Dünyada heç kəs sənə dəyər vermir, elə bilmə ki, göylərdə də dəyər vermir. İşə gedirsən, görsən sən işini istəyirsən, yox, işvə qiymət verir. Dərsə gedirsən, görsən qiymətlə qiymət verir, şəxsiyyətlə yox. Bax, belə öyrəşirik, elə bilir, orada da elədir. Belə görmüşük çünki. Allah dəyər verəndə necə dəyər verir? Dünyada Allah biri bizə qiymət verdi, təbəssüm edəcək özümüzə. Allah dəyər verəndə din mələklər təvaf edir sana.